الحرام إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير. Məşhur tarixə əsasən Peyğəmbər Əkrəm Allah Mütəal Peyğəmbəri bu yerlərdən aparıb uca olan səmaları gəzdirir. Cismən və ruhən, yəni həm Peyğəmbərin cismi və həm də ruhu gedir. Ta Allah Təbarək və Teala bəzi məlumatları Peyğəmbərə verər. Əvvələn sualdır ki, tarixçilər arasında bu meraz məsələsi, əvvələn meraz sözünün mənası ərəb dilində uruz kəlməsindəndir. Uruz, ərəzə, yəni bir adamın yer təbəqəsindən göy təbəqəsinə qalxmağına deyirlər. Ərəzə, yəni bir nəfər yer təbəqəsindən göy təbəqəsinə tərəf uruz eləyir, qalxır. O namazlarda ki, deyirlər, Əs-salatu meyracul mümin, namaz müminin meyracıdır. Yəni, namaz insanı Allaha yaxınlaşdırır. İnsanı nə eləyir? Ali mərtəbəyə, yüksək mərtəbəyə qaldırır. Peyğəmbər-i Buzurgəvar da Allah Mütəalın əmri ilə Allah Təbarək və Teala Peyğəmbəri Məscid-ül Həramdan istəyir səmaları, hətta 7 dənə göy təbəqəsinin məşhur tarixə əsasən Peyğəmbəri gəzdirər. Niyə? Ta ki, bəzi nişanələr vardır ki, Peyğəmbərin elmi, düzdür, Allahın elmi qədər deyil, Allahın elmindəndir. Amma bəzi məlumatlar vardır ki, Allah Təbarək və Teala onu Peyğəmbərə verməlidir. Ona görə bu ayədə buyurur ki, pak və münəzzəhdir Allah ki, əsra bi əbdihi, seyr elətdirdi öz bəndəsin. Yəni, Peyğəmbəri seyr elətdirdi. Özdə nə vaxt? Gecə yarısı. Minəl məscid-il həram iləl məscid-il əqsa. Məscid-il həramdan ta məscid-il əqsaya kimi, yəni qaydan yeri məscid-il əqsadır. O Allah ki, Peyğəmbəri seyr elətdirdi. Niyə? Linuriyəhu min ayatina. Ta ki, Peyğəmbər bizim nişanələrimizi və bizim ayələrimizi neyləyə bilər. Hədislərdə var, 1001 dənə kəlmə Peyğəmbər Allah Mütəalına söz danışıb Meyracda. 1001 kəlmə söz deyib. Buyurdu, Həbibim, mənim tərəfimə gəlibsən, tövbün nədir, nə hədiyə gətirmişsən mənə? Allah-u Teala ərz eləyir Peyğəmbərə. Həbibim, insan böyük bir şəxsiyyətin yanına gedəndə ona uyğun bir dənə tövbəsi olar, hədiyəsi olar. Buyurdu, ey göyləri və yerləri yaradan Rəbbim, 2 dənə tövbəm var sənə. Bir budur ki, öz kiçik ibadətlərimi gətirmişəm sənsin, sənə layiq ibadət eləməmişəm. Bir də bəndələrimin günahlarını gətirmişəm. Allah Mütəaldan xitab gəldi. O ki, kiçik əməl eləyibsən, onu fəzl-i kərəmimlə mən böyük şəkildə səndən qəbul eləyərəm. Amma o ki, bəndələrin günahıdır, narahat olma, bəndələrin günahlarında bağışlayaram. Gör, Peyğəmbər Mihracda da biz bəndələri boş buraxmır. Səhih Müslimdədir hədis, Əhl-i Sünnənin kitablarındandır, möhtəbər kitablarından. Deyir, sözü bu idi. Ey mənim Allahım, axır vaxtlarımızda mənim xalqım, mənim ümmətim, Peyğəmbərə xitab gəldi. O qədər ümmətin barəsində çox narahat olma. Peyğəmbər-i Buzurgəvarın dişini sındırırlar. Allah Mütəal deyir, ya Rəsulullah, əgər istəyirsən əzab göndərin bura. Peyğəmbər buyurur, ilahi, bu cəmiyyət nadandır, acaqdır, bunlar bilmirlər, bunlar hidayət elə. Meyrad gecəsində də Peyğəmbərin ən böyük gecəsidir, ən böyük Peyğəmbərcə fəzilətdir. Məşhur tarixə əsasən Peyğəmbər həm ruhən və həm cismən bu Meyrad səyahətinə gedibdir. Allah Mütəaldan əl çəkmir. Allah Mütəala deyir, ilahi, o Peyğəmbər ki, ibadəti Taha surəsindədir ayə buyurur, Taha, ma ənzəlnə ələykəl Qur'anə li təşqa. Ya Rəsulallah, göndərmədiyi Qur'anı sən özü bu qədər əziyyətə salasan. Ayşədəndir rivayət, Əhl-i nəql edir. Deyir, o qədər ibadət eləyirdi, Peyğəmbərin topuqlarına şiş tutmuşdu ayaqda durmaqdan. Deyir, hər gecə ki, sübh vaxtı olurdu səccadəsinə baxırdım, görürdüm Allah qorxusundan o qədər ağlayıb səccadə yaşdır. Sıxanda səccadədən su dökülür. Kitab ayə nazil oldu. Bu qədər özü sən əziyyətə salma. Həmən ibadət, o cür ibadət eləyən Peyğəmbər deyir, ilahi, Meyraza sənin yanına mənim bir dənə tövbəm var, az ibadət gətirmişəm. Ondan sonra deyir, bəndələrimin günahlarını gətirmişəm sənə. Məşhur rivayətdir. Məşhur və mötəbər rivayətdir. Deyir, Meyracda
Mühüm nöqtə budur. Hansı dillə Allah Peyğəmbərlə danışdı? Sual olunur Peyğəmbərlə. Fi əyyi lüğətin təkəlləməllahu bik. Hansı dillə Peyğəmbər səndən danışdı? Peyğəmbər buyurur ki, Allah məndən əli dili ilə danışırdı. Əlivarı danışırdı məndən. Mirac gecəsində ki, Peyğəmbərlə Allah mütəala arasında suallar olur. Və neçə dənə hədislərin şərhi var bu barədə. Allah əli dili ilə Peyğəmbərlə danışır. O hədislərdən biri budur. Ya Əhməd, həl tədri əyyuişin əhnə. Qulaq söhbəti çox gözəl hədisdir. Peyğəmbərin göydəki adıdır Əhməd. Deyir, bilirsən ki, hansı həyat daha dadlıdır? O həyat ki, biz yaşayırıq ya bu dünyada. Görəsən, bu həyat dadlı həyatdır ya yox. Deyir, bilirsən hansı həyat dadlıdır? Və əyyü həyatin əbqa, bilirsən hansı həyat davamlıdır və daha etibarlıdır? Qal, Allahümmə la, dedi, ey mənim Allahım, mən bilmərəm hansı həyat dadlıdır. Doktor Misbah Yəzdi deyir ki, Peyğəmbərin elmi o qədər elmdir, amma Peyğəmbər bu sualın cavabında qaldı. Dedi, bilmirəm mən hansı həyat, dadlı həyatdır. Aya o həyat ki, burada biz deyəcək, o bu həyatdır ki, insan bu nemətlərdən, bu Allah nemətlərindən istifadə edir. Dadlı həyat budur. Əgər bizdən soruşsalar, deyərik, bəli, dadlı həyat budur. Çünki bizim elmimiz çox-çox kiçikdir. Deyərik, dadlı həyat olur ki, gündə kabab yeyərsən. Dadlı həyat olur ki, sütünlük sözsülü yemək olar hər gün. Ləziz yeməklərdən istifadə edirsən. Dadlı həyat olur ki, evi əla şəkildə düzəldərsən. Saun ola evində, nə bilim, nə olar. Dadlı həyat budur. Bu bizim görüşümüzdədir. Amma Allah Taala o dadlı həyatı Peyğəmbərə həqiqətin bəyan eləyir. Deyir, əmməl-işul hani fəhuvəl-ləzi la yəfturu sahibuhu ən zikri. Dadlı həyat və şirin həyat o həyatdır ki, o həyatda insan mənim zikrimdən qafil olmayar. Hər vaxt məni yad eləyər. Aleyküm selam. Həyat, dadlı həyat o həyatdır ki, ləzizli həyat o həyatdır ki, insan o həyatda mənim zikrimdən qafil olmayar, məni hər vaxt yad eləyər. Təkcə dadlı həyat bu deyil ki, sən bir dənə gözəl süfrənlə oturasan, Allahın naz nemətlərindən istifadə eləyərsən, bu öz yerində. Amma bu mənəvi həyat deyil, bu zahiri həyatdır. Mümkündür biri evində pendirlə çörək yiyər, mümkündür biri kabab yiyər. Düzdür? Beləxərə onun da qarnını doyur, sənin də qarnını doyur. Buna dadlı həyat deməzlər, bu bir dənə zahiri süfrədir. Miracda Peyğəmbərə Allah Taala dadlı həyatın həqiqətini bəyan eləyir, həqiqətini açır. Deyir, dadlı həyat o həyatdır ki, insan mənim zikrimdən qafil olmayar. O yemək yeyəndə də məni yad eləyər. İstər süfrəsində pendir olar, istərsə də neçə cür nemətlər olar. Orada deyə ilahi sənin bu nemətlərindən mən yeyirəm, sənə şükür eləyirəm, ta sənə layiq olan ibadəti eləyəm və sən razılığın olan işləri yerinə getirəm. Ardıqcan buyurur. İkinci xüsusiyyəti nədir? Dadlı həyatın, ləzizli həyatın birinci xüsusiyyəti budur ki, insan Allahın zikrindən qafil olmayar. İkinci, və la yənsa nemətin. Mənim nemətimi, Allah mütar buyurur ha, mənim nemətimi insan yadından çıxartmayar. Həzrəti Musa dedi ilahi, salih bəndələrin birini göstər mənə. Xitab gəldi, ya Musa, salih bəndəni görmək deyirsənsə, get bir dənə çöllüyə, orada görəcəksən. Musa təəccüb elədi. Çöllükdə sənin salih bəndin nədir? Salih yəni o adam ki, Allah bəyənən bəndədir, əməlləri salihdir. Getdi çölə gördükdən burada arvad oturub orada. Təəccüb elədi Musa. Musa fikir elədi, salih bənd o bəndədir ki, əlini atıb göylərə, ağlayır, səcdə halındadır, qabağında möhür ibadət edir. Salam verdi o qoca arvada. Cavab gəldi. Aleykəssalam, ya Nəbiyyəllah. Cavab verdi, dedi, salam olsun, ey Allah Peyğəmbəri. Musa dedi, hardan mən sən tanıdın? Sən nə bildi ki, mən Allah Peyğəmbəriyəm? Qoca qayıtdı dedi ki, o Allah ki, məni sənə tanıtdırmışdı ya, sən də mənə tanıtdırdı. Musa gördü, yox, bu elə-belə arvaddır. Baxdı, gördü, bədən üzvləri yoxdur üstündə, qolları yoxdur, gözləri də yoxdur. Amma dili hey bunu deyir. Elhamdülillahi ala nə'mai və elhamdülillahi ala abai. Dilində elə hey bu zikir var. Həmd olsun Allahın nemətlərinə görə.
Həmd olsun Allaha ki, məni yaradıb, həmd olsun Allahın batini və zahiri nemətlərinə görə. Dedi, qoca arvad, sənin ki gözün yoxdur, sənin ki qolları yoxdur, sən niyə belə şükür eləyirsən? Dedi, Musa, şükür eləyirəm ona görə ki, Allah Taala bu neməti məndən elə alıbdır. Dedi, niyə? Dedi, mümkündür mənə göz versəydi, qol versəydi, onların vasitəsindən günah eləyərdim. Günahın səbəbləri məndən alıb, ona görə mən Allaha şükür eləyirəm. Musa gördü, yox, bunun irfanı, bunun o mənəviyyatı çox üstündür. Allah övliyalarındandır. Biz Allah övliyaları tanımırıq. Əgər biri 20 dollar kostyum gelse biz ona kiçiyi baxırıq. Mümkün də Allah övliyası olar. Biz o adama böyük gözlə baxırıq ki, 400 dollar, 5 dollar kostyum geyinən. O adama baxırıq ki, nə bilim, qəbir zaxıl tikilmiş olar, xaricdən gələn. Amma mümkündür bir adam sadə geyinmiş olar. Amma həqiqi Allahın sevimli bəndəsi olar. Allah Taala gizlədir də övliyaların, bəndələrin sizdə. Musa dedi, Musaya dedi, bəli, şükür eləyirəm ki, Allah Taala mənim dilimi öz zikrinə məşğul eləyib. Hər vaxt dilimdə mənim Allahın nemətinə şükür eləməliydi. Allahın nemətini yaddan çıxarmıram. Dedi, qoca arvad, hacətin var məndən istəməyə. Dedi, bir dənə hacətin var Musa. Bir dənə mənim qızım var. Ya dua elə, Allah Taala onu, bir dənə salih, ər tapsın, ərə getsin. Ya da ki, Allah onu öldürsün. Dedi, niyə? Dedi, o qalanda mənim fikrim onda qalır, Allahdan qəflətdə qalıram mən. Fikrim uşağımla olur, Allahdan qafil oluram. Musa deyir, qaydırdım, qaydanda gördüm, bir dənə şir gəldi, qızı parçalayıb öldürdü. Bildim ki, arvadın duası müstəqam oldu. Möhtəbər kitabda da bu, mən hər o şey demərəm ki, ağılla, bu hər şeyləri mən qadirəm, ağılla da ispat edeyim, Quranla da əsasında. Bu dərəcədə biz ola bilmərik. İnsan gərək dərəcəsini, öz dərəcəsini tutar. İnsanın övladı da ola yaxşıdır, var dövləti də ola yaxşıdır, maşını da ola yaxşıdır. Amma Allahın nemətlərin yadından çıxartmayaq. Deməyə bunu mən qazanmışam. Sənə verəm neməti Allah'ını taal, bir dəqiqədə sənin əlindən ala bilər. Pəs Meyracın ikinci dərsi bizə nədir? Həqiqi həyat, etibarlı həyat, dadlı həyat bu həyatdır ki, birincisi budur ki, Allahın zikrindən insan qafil olmayaq, deyə Allah'ı yad eləyər. İkincisi budur ki, Allahın nemətini yaddan çıxartmayaq. Ardınca buyurur. O birisi xüsusiyyəti budur ki, yətlubu rizqa. Dadlı həyat o həyatdır ki, insan yaşayışında Allahın razılığı nəzərdə tutar. Bu bir məsələdir bizim üçün istər. Həmişə biz Allah'a qəzəbə gətiririk, cəmaatın razılığını əldə eləməkdən ötürü. Bu nə bilməm yoxludur məndən küsdə, dahi. Allah'ı küstürməyə qadirik. Deyirik, Allah, sən küs məndən. Sən məndən uzaqdır, amma o filan kəs ki, sənin məxluqundur, tək o məndən razı olsun. Bu, böyük bir dənə bəladır biz üçün. Allah Teala buyurur ki, həqiqi həyat o həyatdır ki, insan Allahın razılığını zərb edir. Mənim başqası ilə nə işim var? Görün bu işimdən Allahın razılığı ya yox. Onu mən yerinə edirəm. Mümkün də başqası məndən razı olsun da. Allah tövfik versin ki, biz bax bu işi yerinə yetirə bilək. Mümkündür sənə biri çox deyə, o dəbdir əvvəllər. Yəni mənim özümə də o vaxt deyirdilər. Çox deyirdilər. Misal üçün deyirdilər sizdə, laf elə əvvəllər. Dedilər, saqqal fuqayında sənə pis baxa bilərlər. Və yaxud toyda, məsələn, mən razı olmadım da öz toyuma sintizatora gətirəm. Bir səbəbləri vardı onun. Özüm layiqət bilmədim ki, istəmədim orada sintizatorda çalmaq. Yəni, Əhl-i Beytin toyu yaxşıdır da sintizatordan, hal-hazırdakı toylar, halal toylardır o. Amma mümkündür bəzi cahil insanların qəlbinə gəlir. Bəzi cahil insanların qəlbinə gəlir ki, əsas odur ki, insan Allahın razılığını əldə edir. Nə olsun ki? Mümkündür bir dənə məxluq səndən küssə. Əsas odur ki, Allahı özündən küstürməyəsən, Allahın rızayətini zərb eləyəsən. Və əmməl həyatul baqiyə. Pəs o daimi həyatın, dadlı həyatın xüsusiyyətlərini dedik. Həmişəli həyat hansı həyatdır? Fəhiyyəlləti yə'məlu sahibuha li nəfsihi hətta təhunə əleyhi dünya və təzqura fi əynək və təzüməl axirə. O insan davamlı həyata malikdir ki, dünyanın gözündə özün kiçildə. Dünyanı öz gözünün qabağında kiçildə. Dünyaya baxanda əbədi həyat odur ki, yəni dünya, sən mənim gözümdə nəsən kiçildir ki. Həmişə axirət insanın fikrində olar. Və innəl axirətə ləhiyyəl həyəvan. Quranda ayədir. Deyir, həmişəlik qalan axirət evidir. Əziz qardaşlarım, çalışayın biz axirət evimizi abad edəyək. Demirəm, dünya evimizi abad eləməyək, ha. Mənim sözümü dəqiq başa düşün. Heç vaxt mən o adamlardan deyirəm. Bəzi var, adam ki, sözün demək tempin bilmir. Deyir, axir, dünya lazımdır.
İslamın ziddinə olan fikirdir. Dünya lazımdır. Nə çox hədislərdə var, İmam Sadiqdə buyurur, kişinin 3 dənə xüsusiyyəti var, xoşbəxtliyinə amil. Biri də budur ki, geniş evi ola kişinin. Geniş evin olanda orada mərasim də keçirdə bilərsən. Mömin gəlsə onu da qonaq saxlaya bilərsən. Düzdür? Rahat olarsan. Allahın sahabini əldə edir. Bu lazımdır. İmkan oldu ki, 2 mərtəbə, 3 mərtəbə evdir. İmkan oldu, axır bu fısq maşın al. Nə evi var ki? Bir dənə müminin başına qoyarsan, bir dənə məclisə apararsan. Qəşəng bir şeydir bu. İmkanın oldu əgər, imkanın oldu, gözəl telefon, nə bilim o axırında model telefondan istifadə edər. Eybi yoxdur. Qəşəng paltar geyir. Amma bağlı olma bunlara. Elə bağlı olma ki, misal üçün də əgər bu telefon əlindən düşdüsündür və yaxud bir şey oldu, da o qədər bir sürü onun üçün yasaqlanma. Buna bağlı olsun bu cürdür. Evdir. Möminlərin istifadəsindən ötürü. Lazımdır, qəşəkdir. İmkanın olacaq, məhzə kömək eləyəcəksən. İmkan olacaq, istəyirsə burada bir dənə Hüseyniyyət ki, ona kömək eləyəcəksən. Bəs varsın da imkan. İnsan bu dünyadan faydalanar. Amma o olmuyor adamlardan ki, deyirlər dirhəmi dinar öpürdülər, yəni pulu öpüb gözünün üstə qoydular. Yox, o bizi axır sadıqı çatdıra bilməyəcək. Onun vasitəsilə biz axirət evimizi abadlandıraq, axirətimizi əldə edək. Ona görə Həzrət buyurur ki, dünyanı öz gözündə kitildə və axirətini eləyə, böyüdə. Və yusiru havaya əla havahu. Allah Teala buyurur ki, daimi həyat o həyatdır ki, insan mənim istəyimi öz istəyindən qabaqcıl eləyə. Mən görməli Allahın istəyi nədir burada? Allahın istəyini öz istəyindən eləyə, qabaqda eləyə. Və yəftəriyə mərzati, mənim razılığımı gözləyə. Və yuəzzimə haqqə əzəməti və yəsqura ilmi bihi və yuraqibini billəyli və nəhar ində kulli səyyətin və məsiyyə. Deyir, hər bir vaxt bilər ki, mən gecə və gündüz onun əməllərini agaham. Hər vaxt bunu elə. Dildə deyilən məsələləri çox azamdır, çox rahat deyilər, mənsində dilsizdə. Amma həqiqətdə bunu yerinə yetirmək çox çətindir. Həqiqi davamlı həyatın xüsusiyyətlərindən də biri budur ki, o insan və yubğizü şeytanə və vəsavisəhu. İnsan şeytanı düşmən tutur və onun vəsvəsələrini düşmən tutur. İndiki zamanda bəzən adama parodiya eləyə bilərlər. Yəni, nə orucu? Dünənə qədər sən ziyarət pis görürdün, indi orucsan. Keçən bizim kənddən Kərbəlaya gedib, elə oldu ki, yoldan mənlə qayıtmalı oldu. Bir dənə uşaq ki, çıxdı onun qabağına. Çıxan kimi birinci ona ələyəzübillah dedi, ay imansız, sözüm oldu ya. Dünənə qədər deyirsən, araq cürdün, Kərbəla gedib sən də mollalıq eləyirsən. Dedim, hər Kərbəlaya gedən molladır. Dünənə qədər agah olmayıbdır, nadan olubdur, indi tövbə eləyir gedir. Nə eybi var ki onun? Yəni adamı mümkündür parodiya eləyərlər. Deyərlər ki, sən nə deyirsən? Sənin ki biz əməlləri bilirik. Xeyr, o şeytan vəsvəsələrdir, bax. Bax o şeytandır. Şeytan axı bilirsiniz də, şeytan toyuq kimi yumurtalar qoyur. Müxtəlif yerlərdə. Mən inşallah bir dəfə olsa bu vəsvəsə danışacağım. Şeytan ki vəsvəsə eləyəndə təbii istəyir insan nə eləyə? Yolundan çıxardar. Ona görə o cür parodiyalardan insan gərək uzaqlaşar. Ona görə deyir, həqiqi davamlı xüsusiyyət həyatlarından biri budur ki, insan şeytanı və onun vəsvəsələrini nə eləyir? Düşmən tutur. Və la yəzəl liblisə əla qəlbihi sultanən səbila. Deyir, həqiqi insan, davamlı həyatda o insandır ki, şeytana, qəlbinə yol atmır. Yolun ancaq bu Allah yol atır qəlbinə. Çünki şeytan yol atsa, yavaş-yavaş qoşunu yığacaqsan özünü var. Şeytan təkdir ki, qabaqda gəlir, onun balaları var, cürbəcür balaları var. Hər balanın da elədiyi işlərin funksiyaları var. Parası bir iş görür olar. Ona görə insan deyir, həqiqi davamlı həyatın xüsusiyyəti budur ki, bunu nə eləyir? Allah Teala inşallah ki, bugün Meyrac gecəsidir və mən bu hədisi ilə təbərrükən oxudum. Meyracdan bizə bir dərs olsun, bir ibrət olsun ki, Peyğəmbərimiz o cür böyük səyahətə gedibdir. O cür var, Meyracda çox hədislər var, qadınlar. Mən özüm bu hədisi seçdim ki, bizə bir örnək olsun. Qadınlar barəsində Peyğəmbəri orada yox, cənnət cəhənnəm